Herkese salam, yeni izahlı materialımıza xoş gəlmisiniz. Bugün biz müasir Azərbaycanın düşüncə tərzinə və gələcəyinə makrodan mikroyadək uzanan, həqiqətən də füsunkar bir səyahətə çıxacağıq. Elə isə gəlin birbaşa ən maraqlı sualdan başlayaq. Təsəvvür edin, qədim coğrafi köklərimiz, fundamental insan psixologiyası, milli süni intellekt strategiyamız və gündəlik TikTok lentimizi idarə edən o gizli alqoritmlər. Bunların bir-biri ilə necə birbaşa əlaqəsi ola bilər? Rəqəmsal dünyamızı və bugünümüzü tam anlamaq üçün əvvəlcə bir qədər geriyə, reallığa, yəni bizi biz edən o fiziki və psixoloji mühitə qayıtmalıyıq. Bilirsiniz, coğrafiyamızın karakterimizi necə formalaşdırdığına baxmaq çox maraqlıdır. Ölkənin tən yarısını əhatə edən əzəmətli dağlarımız, dünyadakı palçıq vulkanların tən yarısının məhz bizdə olması, bura Sumqayıtdakı o unikal qaraqumlu çimərlikləri və ünsiyyətimizin təməlində dayanan köklü çay mədəniyyətimizi də əlavə edin. Bunlar hamısı çox dinamik və özünə məxsus bir mədəni son yaradır. Amma məsələ təkcə coğrafiyamızda deyil. Coğrafiyamız nə qədər unikaldırsa, beynimiz də bir o qədər qəribə, lakin universal xüsusiyyətlərə malikdir. Məsələn, bilirdinizmi ki, otaq soyuq olanda daha çox qorxulu yuxular görürük? Və ya tamamilə yad bir məkana daxil olanda insanların çoxu instinktiv olaraq ilk sağa tərəf meylidir. Çox maraqlıdır, elə deyilmi? Məhz insan beyninin bu cür avtomatik, proqnozlaşdırıla bilən vərdişləri müasir rəqəmsal alqoritmlərin bizi analiz etmək üçün istifadə etdiyi əsas təməl prinsiplərdir. Alqoritmlərdən söz düşmüşkən, gəlin makro səviyyəyə, ölkəmizin ümumi texnoloji mənzərəsinə baxaq və görək 2025-2028-ci illəri əhatə edən süni intellekt strategiyası bizi hara aparır. Burada ən diqqət çəkən məqam məhz bu rəqəmdir, 500. Bəli, yeni strategiyaya əsasən Azərbaycan rəqəmsal gələcəyimizin infrastrukturunu quracaq, tam 500 yüksək ixtisaslı süni intellekt mühəndisi yetişdirməyi hədəfləyir. Və bu proses artıq 2026-2027-ci illərdə qurulacaq Süni İntellekt Akademiyası ilə reallaşmağa başlayır. Təsəvvür edin, qlobal reytingdə ilk 10-luqda olan iki böyük universitetlə əməkdaşlıq ediləcək, 3000 nəfərlik dev bir süni intellekt icması yaradılacaq. Bu, qlobal təcrübəni ölkəmizə gətirmək üçün atılan inanılmaz dərəcədə böyük bir addımdır. Yaxşı, makro səviyyədəki hədəflərimiz aydındır, bəs mikro səviyyədə vəziyyət necədir? Yəni, tam olaraq bugün, bu dəqiqə sosial şəbəkələrdə biz kimik? Məlumatlar çox şey deyir. Əgər #Azərbaycan hashtagi altındakı rəqəmlərə baxsaq, bu məkanın gənc və texnologiyanı su kimi bilən bir kütlənin əlində olduğunu görərik. Fikir verin, istifadəçilərin 57%-dən çoxu məhz 25-34 yaş aralığındadır. Bu bizim ölkənin döyünən rəqəmsal nəbzidir. Bununla yanaşı, bugün hashtag altındakı müzakirələrə kimlərin daha çox yön verdiyinə baxsaq, təxminən 62%-lə kişilərin üstünlük təşkil etdiyini görərik. Hazırki rəqəmsal kimliyimizi kəşf etmək istəyən, istənilən şəxs üçün bu çox maraqlı və vacib bir detaldır. Gəlin irəli gedək və bu rəqəmsal kimliyin günümüzün ən canlı, ən aktiv platforması olan TikTokda özünü necə biruzə verdiyini yoxlayaq. Bu cədvəl 2025-ci ilin TikTok ekosistemini gözəl şəkildə xülasə edir. Görünür ki, biz o lenti sadəcə aşağı sürüşdürməklə məşğul deyilik. Biz olduqca faalıq, dil öyrənirik, füsunkar mətbəximizin sirlərini paylaşırıq və #Novruz 2025 kimi nəhəng kampaniyalarla öz mədəniyyətimizi milyonlara çatdırırıq. Təbii ki, o xüsusi ab-havanı yaradan musiqilər olmadan TikTokdan danışa bilmərik. Milyonlarla baxış yığan, o yaradıcı videoları canlandıran əsl himnlər. Semi Cenk və Douglas Vag, Ayxan Dənizin təqdimatında Balelinin remiksi, Mironun ifaları, bu musiqilər sadəcə səs deyil, videoları birbaşa trendə salan mühərriklər idi. Bəs burada əsl uğurun düsturu nədir? Baxın, rəqəmsal inkişaf üzrə ekspertlər bir şeyə sübut edib, ölü zonadan uzaq durmalısınız. Alqoritmi məmnun etmək üçün sizə ya çox çevik, diqqəti anında çəkən 5-9 saniyəlik giriş lazımdır, ya da izləyicini ekrana kilidləyən 60 saniyədən uzun hekayə. Ortası yoxdur. Mətnlərin rənglərinə gəldikdə isə, inanılmaz dərəcədə sadə səslənə bilər, amma qara fonda ağ və ya sarı yazılar, həmçinin qırmızı mətnlər, videonuzun taleyini həll edə bilər. İnsan sürətlə videoları keçərkən, beynimiz bu spesifik rəngləri görən kimi vizual dayan siqnalı alır və barmağımız refleks olaraq dayanır.
Öz videolarınız üçün birbaşa tətbiq edə biləcəyiniz ən kritik taktikaya gələk. 3 addımlı hiylə. Əvvəlcə, eyni videonun eyni səslə, amma fərqli yazılarla bir neçə versiyasını hazırlayın. İkincisi, onları ard-arda yox, bir neçə saatlıq və ya günlük fasilələrlə paylaşın və izləyin. Qoyun alqoritm fərqli auditoriyaları test edib, məzmununuz üçün ən ideal kütləni özü tapsın. Baxın, biz qədim torpaqlarımızın fiziki köklərindən başlayıb, bizi bir gecədə viral edə bilən alqoritmlərə qədər necə dərin bir səyahət etdik. Və məlum oldu ki, texnologiya nə qədər irəli getsə də, rəqəmsal gələcəyimizin təməlində yenə də bizim özümüz, sadə insan psixologiyası dayanır. Sonda, bugün özünüz fərqində olmadan lentinizi sürüşdürərkən, istəyirəm sizi bir sualla baş-başa buraxım. Necə düşünürsünüz? Biz sadəcə alqoritmlərdən mədəniyyətimizi ifadə etmək üçün istifadə edirik, yoxsa əslində o alqoritmlər elə indi, elə bu an səssizcə bizim mədəniyyətimizi formalaşdırır? Bugün izahlı təhlilimizdə mənimlə olduğunuz üçün təşəkkürlər. Maraqlamağa və kəşf etməyə davam edin.